İngiltərədə 19 yaşında olarkən lotereyadan təxminən 10 milyon funt sterling qazanan Michael Carroll sərvətini cəmi 8 il ərzində xərclədikdən sonra əvvəlki peşəsi olan zibilyığanlığa geri dönüb. Ölkənin ən mübahisəli lotereya qaliblərindən biri kimi tanınan Michael Carroll 2002-ci ildə cəmi 1 funt sterlinglik bilet alaraq böyük uduşa sahib olub. 10 milyon funt sterling, təxminən 22,9 milyon manat qazanan gənc pullarını idarə etməkdə çətinlik çəkib. Mətbuatda loto fəlakəti kimi tanınan Michael Carroll ailə üzvlərinə milyonlarla funt paylayıb, Rangers futbol klubuna ianələr edib və lüks xərclərə yönəlib. O, malikanələr, qızıl əşyalar və çoxsaylı bahalı avtomobillər alıb. Gənc eyni zamanda həmin dövrdə narkotik və alkoqol asılılığı yaşadığını, gündə minlərlə funt sterling narkotik maddələrə xərclədiyini etiraf edib. Tez-tez təşkil etdiyi dəbdəbəli məclislərlə gündəmə gələn Michael Carroll sonradan təhdid və şantaj halları ilə üzləşdiyini də bildirib. 2010-cu ildə gəldikdə isə lotereyadan qazandığı pul demək olar ki, tamamilə tükənib. Bundan sonra o, yenidən zibil yığan işinə müraciət edib, daha sonra müxtəlif sahələrdə çalışaraq dolanışığını təmin edib. Heç bir peşmançılığım yoxdur, heç nəyi dəyişmək istəməzdim. Carroll illər sonra verdiyi açıqlamada deyib.